Bugün sizlər üçün Mercedes aləminin unudulmaz əfsanəsini gətirmişəm. Qarşılayın Mercedes-Benz W211 Y500. Ahmet Xudiyev və bugün qarşınıza yenə möhtəşəm bir avtomobillə çıxmışam. 2002-ci ilin W211-i, el arasında belə desək panorama, amma halbuki panoramik deyil, adı ilə qalıb. Y500, 5 motor, V8, yenə də M113, Mercedes-in şahesərlərindən, bəlkə də mənə görə ikincisidir. Keçək avtomobilimizin incələməyinə sizə göstərəcəyim maraqlı məqamlar var, gəlin. Keçək avtomobilimizin incələməyinə. Avtomobildə gördüyünüz kimi biraz belə yastılıq var. Bu da hansı ad qazanır? Avtomobildə panoramaların arasında belə bir ad var, ütü. Yəni gördüyünüz bu 211 ütüdür. 2002-ci ildir. Bu avtomobil 2006-cı ildə restyling olub, belə deyim, Y500-dür. Deməli, ön hissəmizə gəldikdə Y500-dən əlamət yoxdur, necə deyim? Avtomobil 6-3-ə yığılıb. Gördüyünüz kimi bufer falan hər bir şey dəyişilib. Burada bizim nəyimiz var? Bu avtomobil yolda qalanda çəkmək üçün olan hissəmizdir. Faralarımızın yuyulmağıdır. Ön gördüyünüz xrom bizim radiator barmaqlıqlarımızı görürsünüz burada. Bunu hər dəfə deyəmirdim, indi dedim. Sonra bizim burada əfsanəvi Mercedes-Benz logomuzu görürsünüz. Bu loqonu mən digərlərindən daha çox bəyənirəm bu mavi yazısına görə. Aşağı hissəmizdə bizim dumanlarımızı görürsünüz. Bu avtomobildə zavod gələn fara tipləri ksenondur. Sadəcə olaraq biletlə dəyişdirilibdir. Təkər hissəmizə gəldikdə isə avtomobil elegans paketdir, amma yəni bu elegansın zavod diski deyil, W213 quzanın diskləridir. Bizim burada deşikli aporlarımızı görürsünüz. Bu sport aporunudur. Yüksək sürətlərdə daha yaxşı soyudulma üçündür. Yan hissəmizdə bizim elegans yazımız, elegans və boydan boya uzanan bir kantımız var. Avtomobildə Key Let's Go sistemimiz təəssüf ki yoxdur, 2002-ci ildir. Hissəmizə gəldikdə, deməli, avtomobilin motorunun böyük olduğu üçün, yüksək sürətlərdə arxasını oynamamaq üçün arxa təkər ölçüsü bu tür avtomobillərdə öndəkilərdən böyük olur. Bu təkərin ölçüsü isə 265, 35, 18'li disklərimiz var avtomobildə. Yəni burada da həmçinin öndəki kimi sport aporlarımızdır, deşikli. Gəlirik arxa hissəmizə. Avtomobilin mənə ən çox təəccübləndirən hissəsi bilirsiniz nə oldu? Bagaj həcmi. Yəni o qədər böyük bir bagaj həcmi var ki, bir dənə bagajımızı açaq. Avtomobilin zavod göstəricilərində bagaj həcmi 540 litrdir. Yəni bir dənə yaxından çək. Dərinliyini buradan görə bilirsiniz. Hətta bizim oturacaqlarımızı açdıqda isə bu həcm qalxır neçəyə? Yəni ikisini də açmıram, sadəcə belə birini açım göstərmək üçün açdım. Bagaj həcmi oturacaqları açılanda 1200 litrə çıxır. Yəni 1200 litr. Özünüz fikirləşin də nə boydadır. Oturacağımızı bağlayırıq. Qaydırıq bu hissəmizə. Bagajımızı təzədən bağlayırıq. Gəlirik aşağı hissəyə. Burada park radarlarımız, kantımız, yazımız, logomuz falan hər bir öz yerindədir. Əsas hissəmiz nədir? Dediyim kimi avtomobil 6-3-ə yığıldığı üçün başlıqlarımız da hər biri 6-3 kimi yığılıb. Yəni gördüyünüz kimi üstündə IMG yazısı öz yerindədir. Yəni sizə kapotumuzu açaq. Motorxana haqqında da məlumatlar verəcəm. Gəl yaxından çək. Kapotumuzu qaldırırıq. Qalik. Nəsə, qayırıq öz avtomobilimizə. Bizi burada Mercedes-in mənə görə ikinci şahesəri M113 mühərriki qarşılayır. Sadə atmosferik mühərrikdir. Həm dönümlülük cəhətdən, həm də ehtiyat hissəsi cəhətdən çox mükəmməl bir mühərrikdir. Avtomobilin yanacaq məlumatına gəldikdə isə, deməli, avtomobil 92 ilə işləyir. Amma sahibi daha yaxşı qulluq məqsədi ilə 95 dökür və sizə də mən özüm belə tövsiyə edirəm ki, bu tip böyük motorlu maşınlarda bacardığı qədər premium yanacaqdan istifadə edin. Yəni 95, 98, ən çox nəyə cüzübü satır ondan. Yanacaq sərfiyyatı haqqında onu deyə bilərəm ki, qarışıq rejimdə 13 litr, şəhər içi 17 litr yanacaq sərfiyyatı var, amma trasda 9 litrdir. Yəni mən buna biraz təəccübləndim. 9 litr 5 motor üçün çox ideal göstəricidir. Motor haqqında onu deyim sizə, 306 at gücüdür, 460 Nm torkumuz var. 211 kuza panorama haqqında sizə bunu da deyim ki, bildiyiniz kimi bu kuzalarda istehsal olan tormozlama sistemi CBC sistemidir. Bu da hansı sistemdir? Tormuz limitli saydadır. Amma bunu Mercedes şirkəti o vaxt necə həll eləyib? Deməli, bu tormuz sistemi kodlaşdırıblar. 004, 005 və gedir 009-a qədər. 004 sistemi ən problemli sistem hesab olunur. Nəyə görə? Məsələn, getdiyiniz yerdə ani bir tormozlama olur və yaxud heç bir bildiriş gəlmədən tormuzu verə bilmirsiniz. Bu kimi problemlər yaranır.
Amma bu CBC sisteminin 005 kodunda Mercedes avtomobilləri geri çağırıb, pulsuz, yəni öz belə deyim, səhvini bağlamaq üçün bu problemi aradan qaldırır. Artıq getdikcə bu problem yavaş-yavaş yoxa çıxır. Hətta 2006-cı ildən sonra ümumiyyətlə Mercedes bu sistemi ləğv eləyir. Onun yerinə sadə tormozlama sistemindən istifadə eləyir. Bunu da əlavə edeyim ki, məlumatların üzərinə CBC sistemində, misal üçün siz avtomobillə bir sulu ərazidən keçdiniz, sizin nakladkalarınız su oldu. Təbii ki, normal avtomobildə bu tutmayacaq, əvvəl tormuz zəif tutacaq. Amma bu sistemi elə quraşdırıblar ki, həmin anda deməli tormuz sistemi özünü qurudur. Yəni sizi hazırlayır artıq yola. Bu da yəni çox mükəmməl bir fikirdir. Sadəcə olaraq bildiyiniz kimi yaxşı şeylərin baxımı və yaxud xərci biraz çox olur, baxım tələb eləyirdi. O vaxtdan 2006-cı ildən sonra bu sistemi tamamilə ləğv etdilər. Motorxana haqqında sizə bunları dedim. Keçək avtomobilimizin interyerinə. Gəlirik avtomobilimizin sərnişin üçün nəzərdə tutulan hissəsinə. Burada bizim dərilərimizi görürsünüz, dəri qapı içliklərimizdir. Daha sonra burada bizim mədəni külü qabımız var, belə deyim. Sonra burada nə var? Bizim gördüyünüz kimi mebel içliklərimizi görürsünüz. Burada deməli, gördüyünüz kimi göstərim, pərdəmiz var. Yəni, mən çox bəyənirəm o pərdə funksiyasını. Plyonkadansa pərdə yaxşıdır. Burada bizim nikeyimizi görürsünüz. Nikel yox, xromumuzu. Bunun adını bilənimiz varsa şərhlərdə qeyd edərsiniz. Hər videoda yadımdan çıxıradı. Burada bizim cibliyimiz var belə və avtomobildə 4 zonalıq klimat kontrol var. Bu nədir? Hər sərnişin özü üçün klimat hissəsini ayarlaya bilər. Gördüyünüz kimi burada sağ tərəf, bu hissə sol tərəf və bu gördüyünüz də sağ tərəf sərnişin üçündür və eyni zamanda sol tərəfdə də var. Gəlirik ortaya gəldikdə isə bizim gördüyünüz kimi bütün Mercedeslərdə standart olan, hər birində eyni cür dizaynda olan cibliyimiz var. Cibliyimizi bağlayırıq. Burada nə var? Burada bizim belə bir 12 voltluq çakmaqlığımız və belə balaca bir qabımız var. Yuxarı hissəmizə gəlirik. Yuxarı hissəmizdə bizim belə kitab oxuyanlar üçün işığımız var. Bu maşında arxada oturub kitab oxuyan nə bilim yəni. Sonra burada işığımız var. Rahatçılığı barədə onu deyə bilərəm ki, yəni boy cəhətdən 1.80 adam rahat otura bilər. Mən 1.72-yəm. Amma cover salon olmağına baxmayaraq çox rahatdır. Yəni buradan da Mercedes rahatçılığı sözünü deyir. Heç bir BMW-də yoxdur da belə şey, yəni yazmayın yalandan. Keçirik ara ön hissəmizə. Gəlirik avtomobilimizin sürücü hissəsinə. Burada gördüyünüz bizim mebellərimizdir. Sonra yan güclərimizin idarə olunmağıdır və ən əsası oturacaqların M-paket, belə deyim, sizin üçün göstərim. Hər bir şeyi işləkdir, yəni başlığına qədər aşağı qalxıb düşməyi işləyir. Yan güzgülərimizin idarə olunmağıdır, şüşələrimizin və buradan bagajımızın açılmaq düyməsidir. Bu da deməli 4 tərəfli klimatımız üçündür. Yəni havanı buradan ötürür içəri və buradan orta hissəyə ötürür havanı. Gəlirik avtomobilimizin, belə deyim sizə, ön hissəsinə. Bir dənə maşını xodlayaq sizin üçün. Of, səs ləzzət eləyir adama. Gördüyünüz bizim şanımızdır. Sonra gəlirəm belə orta konsolu sizə izah eləyim. Burada bizim multimedia ekranımızı görürsünüz, kodunu alırıq və panoramalarda gördüyünüz həmin o CD changer'ımız var. Burada CD-ləri dəyişmək üçündür. Belə bağlayırıq. Burada bizim belə bir cibliyimiz var. Cibliyimizi bağlayaq. Daha sonra burada bir dənə də belə cibliyimiz var və buranı belə deyim, açdığımız zaman bu hissəmiz belə açılır. Bir dənə də belə bütöv buranı aça bilirik. Buranı açırıq. Yan tərəfimizdə sizə onu göstərim ki, yan tərəfdə də memori paketimiz var və ayrı-ayrılıqda hər biri işləkdir. Yəni, amma o deyim, o sonradan qoyulmadı. Sonra deməyin ki, 2002-in panoramasında elə şey olmur. Gəlirik lük hissəmizə. Gördüyünüz kimi lükumuz üngül açıqdır. Lükumuzu bir də sizin üçün belə bağlayayım. Və bu formada polnu lükumuzu açmaq olur ki, avtomobilin içi rahat havalansın. Qoy açıq qalsın, havalı olsun ki. Bu hissəmizə gəldikdə, bizim burada avtomobil elegans paketi olduğu üçün elegans yazımız skors başlığını görürsünüz. Avtomobildə 3 dənə rejim var. Gördüyünüz burada winter və yay rejimləri var. Sadəcə olaraq bunlar artıq pribora işləyib, yəni beyinə yazıldığı üçün basdıqca mən priborda dəyişdiyi görsənir. Deməli, yay rejimidir, qış rejimidir və bir də ki, manuel rejim var, yəni mexanika. Rolumuz dəyişilib, yəni orijinal panorama roldur. Yəni AMG rolumuz qoyulub və arxasında bizim belə deyim, kəpənəyimiz, lipstoklarımız var. Hansı ki, bunlar hər biri ayrılıq işlək vəziyyətdədir.
Keçirik orta düymələrimizi göstərim sizə. Oturacaqlarımızın sağ və sol tərəf üçün isidilməsidir, 3 pilləli, soyudulma yoxdur. Yəni 2002-ci ilin maşınıdır, olmasın. ESP-mizin söndürülməyidir. Yan, deməli, arxa oturacaqlarımız, başlıqlarımızın düymə ilə arxaya yatıdılmaqdır. Bu Mercedeslərin ənənəvi funksiyasıdır. Avarenlərimizdir, sonra qapılarımızın kilididir və gördüyünüz kimi avtomatik yan pərdələrimizin, yan deyirəm, arxa pərdənin aşağı-yuxarı qalxıb düşməyidir və bu da sağ tərəf üçün də oturacağın qızdırılması. Getirik pnevma hissəsinə. Bu hissədə gördüyünüz 2 mərhələli pnevma var və bu da avtomobili ən yuxarı mərhələyə qaldırır və sizə indi bunu göstərəcəm. Sizə pnevma sistemində belə göstərim yuxarı qalxmağın. Gördüyünüz kimi cüzi yuxarı qalxdığı üçün az-maz bilinir, amma mən avtomobilin içində bunu rahat hiss edirəm. Dostlar, indi isə gəlirik Y500-ümüzün qəşəng səsinə, qulaq asaq bir dənə səsinə, adamla söhbət eləyir. Xotda! Adamla söhbət eləyir, mən bu səs haqqında heç nə deyə bilmərəm. Özünüz başa düşdünüz. Dostlar, indi deyirəm avtomobillə yüngül biraz test drive eləyək, sizə o hissləri göstərim. Yəni ayağımı qaza qoyuram, maşın mənlə danışır, deyim, nə deyim. Rolun yüngüllüyü haqqında onu deyim bilərəm ki, sizə biraz sərtdir. O da hər halda yüksək sürətlərdə əldən çıxmamaq üçün biraz belə sərtdir. Şəxsən yəni GLS-in rolu bundan yüngüllüydü, amma S-Class-ın rolu da sərt idi. Yəni belə deyim sizə, ürəyimdə bu dəqiqə keçirdiyim hissləri bu maşını sürməyən heç bir şəxs ömür boyu hiss eləyə bilməz. Yəni sadəcə bunu deyirəm, heyf ki mənim cavanlığımın dövrünə düşmədim maşın. Yoxsa yəni bu maşından mən nələr eləməzdim. Yəni biraz rolumuz doğrudan da sərtdir, amma maşının öz yumşaqlığı sizə deyim yumşaqdır. Hətta istəyirsiniz bir dənə sizə pnevma belə qaldırım. Birinci pilləmiz və bu da ikinci pilləmizdir. Belə daha doğrusu qaldırım yox, salım. Bu zaman avtomobil dostlar, heç nə deyə bilmirəm də, yəni sadəcə oturub maşına belə qaz vermək lazımdır. Buradan avtomobilin sahibinə dərin təşəkkürlərimi bildirirəm bu çəkilişə icazə verdiyi üçün. Yəni bunu yaşamamış ölmək istəməzdim də, mən elə deyim sizə. Videomuzun da sonluğunu elə burada gətirək. Səsini eşitdiniz, avtomobilin hər şeyini bildiniz. Yəni ürəyim bu dəqiqə tup-tup döyünür. Sağ olun, salamat qalın. Kanalıma like eləyin, abunə olun. Görüşənədək. Bir də başqa hansı maşınlar istəyirsinizsə, şərhlərdə yazın, çəkəcəm sizin üçün.